Bismillahirrahmanirrahim. Biz inşallah çalışacağıq qadınların İslamda olan məqamları, fəzilətləri, onların İslam baxışında Allah yanında olan dərəcələrindən bir neçə veriliş, moizə hazırlayaq və nömrələrlə. Yəni, hər bir şəxs Allahın, Qur'anın buyurduğu ayələri qadınlar, kişilər haqqında, əsasən qadınlar haqqında olan bəzi məsələləri bilməkdən maraqlıdırlar. Qur'an-ı Kərim bizlərə Nəhl surəsinin 97-ci ayədə buyurur: Mömin olub yaxşı işlər görən, Allaha itaət edən kişi və qadına dünyada və axirətdə xoş bir həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Və ya gördükləri yaxşı işləri müqabilində onlara daha yaxşı mükafatları verəcəyik inşallah. Biz bu ayəyə diqqət edəndə görürük ki, Allah Teala qadınla kişinin gördüyü savab işlər, yaxşı işlər haqqında bizlərə bildiribdir ki, yəni istər kişi olsun, istər qadın, savab işlərdə, ibadətdə, itaətdə, boynundakı vəzifədə hamısı savab dərəcələri qazanırlar və eynidirlər və Allah onları burada, bu ayədə eyni dərəcədə bəyan edibdir. Əleyhissalamın Nəhcül Bəlağada 31-ci hikmətli sözlərdə buyurur ki, yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir. Yəni, bir xanım bir yaxşı iş görsə, gördüyü işdən də Allah yanında yaxşıdır və dərəcəsi vardır. Yəni, İslam bizlərə bir çox hədislərlə xanımların ali məqamda olduğu bəyan edib, o cümlədən Qur'anda Nisa surəsi, heç kişi surəsi yoxdur, amma qadınların şərəfinə Nisa surəsi nazil olmuşdur. Qadına İslamın verdiyi dəyər, dinimizin qadına, belə deyək, verdiyi fəzilət dərəcələri heç bir dində, heç bir məktəbdə deyərəm ki, yoxdur. Mən bir neçə nümunə xalqların sözündən diqqətinizə çatdırım. Məsələn, Çin atalar sözlərində deyilir ki, arvadının sözünü eşit, ancaq heç vaxt inanma. Ruslarda 10 qadının birlikdə bədənində bir ruhdan başqa ruh yoxdur. İtalyanlarda deyilir, dəliləşmiş və dəlilləşməmiş at üçün mahmız bilirsiniz də, atı idarə etmək üçün ayağına vurulan bir dəmirdir. Deyilir ki, dəliləşmiş və dəlilləşməmiş at üçün mahmuz lazım olduğu kimi, yaxşı və pis qadın üçün də ağac lazımdır. Yəni, döymək üçün ağac da lazımdır. İspanlarda isə deyilir, pis qadından qaç, qurtar və həmsinin yaxşı qadına da etimad etmə. Bax, bunlar İslam və ərəb mədəniyyəti deyilən əsərin 507-509-cu səhifəsində qeyd olunubdur. İndi ola bilsin ki, kimsə buradan İslam haqqında da deyər ki, İslamda da bəzi belənsinə, yox, əsla yox. O bizim səhv başa düşdüyümüz, ola bilsin ki, ayə və hədislərdən deyilən sözlərdir. Qadınların haqqında Həzrət Peyğəmbər İslam buyurur ki, qadınlar bizim üçün Allahın bir əmanətidir və həmsinin Qur'an-ı Kərimdə buyurur ki, "Aşiruhunna bil ma'ruf." Xanımlarla, qadınlarla mərifətlə yaşayın, onlara diqqət edin və həmsinin buyurulur ki, xanımlarla məvəddətən və rəhmə, yəni bir-birinizlə ehtiramla, hörmətlə, sevgi ilə, məhəbbətlə yaşayın. Demək, məvəddət sözü bildiyimiz kimi həm əməldə, həm qəlbdə olan məhəbbət və əməldə də onu sübut edən ehtiram, hörmətə deyilir, inama deyilir, qarşılıqlı sevgiyə deyilir. Bu hər iki tərəflidir. Amma Quranda sonra, məvəddədən sonra Allah Teala nə buyurur? Və rəhmə. Əgər deyir, aranızda sevgi, məhəbbət itibsə, onda onlarla rəhmət-i ilahi ilə yaşayın. Yəni, ilahinin rəhmətinə görə
ona ehtiram edin, hörmət edin. Məvəddə yaşamaq iki tərəflidir, qarşılıqlıdır, amma rəhmətlə yaşamaq isə bir tərəflidir. Ola bilsin ki, ya xanım, ya kişi biri digərinə məhəbbəti olmaz, azalar, amma ilahi rəhmətlə ehtiramını saxlayıb, hörmət eləyib, Allaha xatir yaşaması artıq Allah bunu bizlərə buyurubdur. Odur ki, inşallah gələcək dərslərimizdə də bu haqda qadınların və onlarla olan aramızda kişilərlə olan münasibətlərin necə qurulması haqqında hədislər sizlərə söyləyəcəyik.